Oğuz rayon Dövlət Aqrar İnkişaf Mərkəzində bitki mühafizə və fumigasiya mərkəzinin təşkilatçılığı ilə qəhvəyi mərmər bağacığı ilə mübarizə qaydalarına həsr olunan tədbir keçirilib. Tədbirdə kənd icra nümayəndələri, bələdiyyə sədrləri və fermerlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Aqrar İnkişaf Mərkəzinin rəisi Azad Əliyev tədbirin əhəmiyyətini vurğulayıb. Sonra Aqrar Xidmətlər Agentliyinin bitki mühafizə və fumigasiya mərkəzinin rəisi Ceyhun İbrahimov qəhvəyi mərmər bağacığının vurduğu iqtisadi ziyanlar və bununla mübarizə qaydalarından danışıb. Çıxış edən Şəki və Oğuz rayonlarının bitki mühafizə və fumigasiya mərkəzlərinin rəisləri Tələt Mehdiyev və Yengibar Məhərrəmov zərərvericinin quruluşu, yaşam tərzi və mübarizə üsulları haqda geniş slaydlarla məlumatlar veriblər və fermerlərin suallarını cavablandırıblar. Əvvəlcə məlumat verim ki, qəhvəyi mərmər bağacığı Respublikamızın Zaqatala, Balakən, Quba, Xaçmaz və Qazax istiqamətində geniş miqyasda yayılmışdır. Oğuz rayonu da həmin Şəki rayonu ilə həmsərhəd olduğundan, Şəki rayonunda kifayət qədər olduğunu nəzərə alaraq risk xarakteri daşıdığına görə bu günlərin biz bu tədbiri burada keçirdik və kənd nümayəndəsi, bələdiyyələrlə maarifləndirici söhbətlər apardıq və bir daha qəhvəyi mərmər bağacığının kənd təsərrüfatına vura biləcəyi ziyanlar haqqında geniş məlumat verdik və onlara bildirdik ki, kənd sakinlərinin arasında maarifləndirmə işləri aparılsın, evlərdə, kəndlərdə müşahidə olunursa, həmin o qəhvəyi mərmər bağacığını birbaşa öldürsünlər. Rəhman Həkimzadə, Həcər Həsənova, Könül Həbib qızı. Bugün informasiya proqramı üçün.